bütün minimumdan hesaplanmış şeyler uşaqlar. İstəyir rəqsiz olsun, istəyir eşitür olsun. Dekorator pul verəcəksiniz. Hə? Verəcəksiniz dekorator pul. Şarlara pul verəcəksiniz. Bizlərə pul verəcəksiniz, süfrəyə pul verəcəksiniz, fişəngə verəcəksiniz. Aparılan tədbirin rejissorudur. Ay xanım, səs yazısı var burada. O səs yazısı niyə əvvəli axırı verilmir? Niyə yaratmırdı ki, bir gəlib bir ortaq məxrəcə çıxılacaqdı? Məni pul məsələsinə gələndə məni uzaqlaşdırdı. Girişi qadağan, çünki bura karvansara deyil. Sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseybliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında Yaqut Müseyblinin şagirdlərdən son zəng üçün pul tələb etdiyi qeyd olunur. Eyni zamanda o bildirir ki, son zəng üçün pul verməyən şagirdlər son zəngə buraxılmayacaq. Məsələ ilə bağlı News 24-ün çəkiliş qrupu hazırda həmin ərazidədir. Mövzunu dəqiqləşdirməyə çalışacağıq. 50 manat eləmişi. 11-ci sinifin valideyni. Bəs siz niyə direktor kimi müdafiə edirsiniz? Mən heç neyi müdafiə etmirəm, haqqın tərəfindəyəm. Haqqın tərəfindəyəm, elə bir şey olmayıbdır. Hansı səs yazısı? O səs yazısı niyə əvvəli axırı verilmir? Harada lazım olan yeri kəsilirdi? Axırı əvvəlini çox qəşəng bilirəm. Mən çox qəşəng deməli qəşəng məlumat çatıb ki, əvvəlində idi. Sizə çəkməyibsə, şikayət eləməyin, bizə çəkib. Bizə çəkib, sizə səs yazısını göstərdim. Mən getdim, mən orada getdim, danışdım. Ay xanım, səs yazısı var burada. Mən özüm direktorun sözünü çatdırıb. Siz danışmayın, bilmirsinizsə. Niyə yaratmırdı ki, bir gəlib bir ortaq məxrəcə çıxılacaqdı, bir gəlib bir sona çıxardın, sonra baxardın, görərdin ki, sənə yaradır, yaratmır. O həmin uşaqlara bilirəm, özüm olana danışmışam. Niyə gəlib bu qızla danışmıyor? Danışmayıb da, niyə danışmıyor? Niyə danışmayacaqdı? Biz səbirli olaydın qızım, səbirli Səbirli olaydın, olaydın, danışacaqdı. Yəni bu qədər sinif səni ayaqda qoyacaqdı, yox. Sinif rəhbəri olaraq sinifdə məni çağırdı, getdim yanına. Dedi uşaqları yığ bura. Əyin, baş, nə bilim, aksesuar, bəli. Danışdı o yan, bu yan, həll ol. Nəsə dedi, hə gedin. Sonra 2 dəfə, 3 dəfə, nəsə məni uzaqlaşdırdı. Pul məsələsinə gələndə məni uzaqlaşdırdı. Nəyə görə bilmədim? Məni qışqırdı mənim üstümə 11 benim sinif rəhbərinin yanında. Əməlli başlı məni təhqir elədi. Mənim burada heç bir qorxum zadım da yoxdur. O rüşvətli direktor özü, böyür başındakı Sahilə müəllimədir, Samirə müəllimədir, Günnarə müəllimədir. Direktor bizi öz kabinetinə çağırdı. Dedi ki, valideynləri yox. Əslində bu məsələni valideynlərlə danışmalıdır. Amma valideynləri yox, bizi öz kabinetinə çağırdı. Dedi ki, siz burada 150 manatı mənə ödəməsəz, son zəngə buraxılmırsınız. Mənim o birisi şagirdlərim var, haqsızlıqdır. Amma yəni biz də şagirdik, bizim də haqqımız var son zəngdə iştirak eləməyə, onlar kimi. Yəni onların istəyi əgər yüksəkdirsə, yəni bəli, çatmır. Mənim sinif yoldaşlarım, bizim sinifin büdcəsi çatmır buna. Yəni digər 2 sinif qəbul eləyib deyə, yəni biz də qəbul eləməliyik deyə bir şey yoxdur. Bayaq da bizi qoymurdular hətta çölə çıxmağa. Qapını da kilitləmişlər ki, biz çölə çıxmayaq, danışmayaq. Amma yəni, bəli, yəni... Direktor özü buradadır hazırda? Bəli, içəridədir özü. Bəs yoxlama dedilər, gəlib araşdırma aparılır. Gəldi, bizim də adlarımızı bir-bir saydılar, jurnalla yoxladılar, yəni bu qədər ancaq. Bu səs yazısı qərəzli şəkildə girilib otağa, tamam fərqli fikirlər söylənilib, orada fərqli hadisələr baş verib. Onlar da o səsləri yazıb, özlərdə sərf eləyən hissəni kəsib paylaşım eliblər. Bu qədər bəsit. Amma burada görünür ki, məktəb müəlliməsi, əgər 10A sinifinin sinif rəhbəri qərəzli şəkildə direktora qarşı çıxdığı üçün bu günləri bu həngamə, bu boyda qanqaraçılıq çıxıb ortaya. Əslində burada elə bir problem, qlobal bir problem yox idi. Yəni son zəngə 150 manat verən iştirak eləyəcək, verməyən qıraqdan baxacaq. Elə bu da yəni. Olmayan qıraqdan baxacaq. Mən də 11 ildir bu məktəbin şagirdiyəm. İndi mənim pulum yoxsa mən necə son zəngə çıxmıyorum? Sizin tələbə şagird yoldaşlarınızdan pul verənlər olub? Yox. Direktor tələb eləyir pulu yoxsa müəllimlər? Direktor. Mənim orada oğlumun da adı Hallanır, Sadıqov Xanbalanın. Mənim oğlum orada deyilir ki, Xanbala əgər 150 manatı verməsə, son zəngdə iştirak eləməyəcək. Mənim də imkanım yoxdur verməyə və mən istəmirəm ki, mənim oğlum 11 il bitirdiyi məktəbdə dursun kənardan baxsın.
Mən sadəcə olaraq bilmək istəyirəm ki, bu nə dərəcədə doğrudur. Hansı məktəbdə belə haqq hesablar var? Mən onu bilmək istəyirəm sadəcə olaraq. Mən soruşmaq istəyirəm ki, o xanımdan sən razı olarsanmı? Sənin evladın 11 il bitirdiyi məktəbə kənardan dursun, baxsın, getsin. O bizim uşaqlara deyir ki, 150 manat verməsəniz, məktəbin kənarında çöldə oynayıb gedəsiniz. 150 manatı nə üçün istəyir? 150 manatı deyir məktəbə şar alacağam. Çay verməliyəm, qonaqlarım gələcək, çay verəcəm. 10 minə yaxın, 10 mindən də çox pul yığılır. Mən sadəcə maraqlıdır ki, hamıya maraqlıdır ki, 10 minə nə çay dəmlənəcək, nə şokolad, o elə deyir də, yəni çay alacağıq, şarlar alacağıq, fişəklər, lap bu tutsun 3000, 2000. Qalan pulu neyniyir, hara xərcləyir? Şəxsən mənim pulum yoxdur verməyə. O demək ki, mənim oğlum gəlib burada baxıb çöldə oynayıb getməlidir. Mən 11 ay şagirdiyəm. Hətta yazılan səs yazısında ən axırda mənim adım çəkilir. Bildirir ki, direktorumuz gəl sən danış, nədir problem, niyə razı deyilsiniz? Mən bildirirəm ki, valideynim razı deyil. Hətta yayılan səs yazısı bilmirəm kim yazıb, kim yayıbsa tam yayılmayıbdı. O səs yazısının ardı da var idi. Biz 5 dəqiqəlik səs yazısı yayılıb, amma biz yarım saat, 1 saat onun kabinetində olmuşuq. Bizə dedilər ki, 150 manat verməyən uşaqlar 15 manata rəqs danışdı. 15 manat gəldi, çıxdı bizim başımıza 150 manata. 150 manatı verməyən uşaq 15 manat rəqs pulunu verib, buradan gəlib rəqs eləyib çıxıb gedəcəkdi. Çünki dedi ki, mənim digər uşaqlarım DJ istəyirlər, bilmirəm nələr istəyirlər. 150 manata nə daxildir? Dedi ki, mən elə bil DJ gətizdirəcəm, dekorlardır, şarlardır, nə bilim. Hətta bildirdi ki, siz 150 manat sizə minimal məbləğlə hesablanmış məbləğdir. Yəni bu insan 15 manata rəqs danışa bilirsə, bunu 50 manata, 40 manata da həll eləyə bilər, təşkil eləyə bilərdi. Təəssüflər olsun ki, çəkiliş qrupumuzun ərazidə olduğu müddət ərzində valideynlər və müəllimlər arasında çox ciddi qalmaqal yaşandı. Valideynlər məktəb rəhbərliyini rüşvət almaqda günahlandırsalar da, müəllimlər bu iddialarla razılaşmırdı. Amma bir şey dəqiq məlumdur ki, 207 nömrəli məktəb direktoru Yaqut Musabəylinin səs yazısı sosial şəbəkələrdə yayılıb və vətəndaşlar arasında ciddi narazılığa səbəb olub. Çəkiliş qrupumuzun ərazidə olduğu təqribi 2 saat ərzində məktəb direktorunun özü məktəbdə öz otağında olsa da, kameralar qarşısına çıxıb açıqlama verməkdən çəkindi. Valideynlər və şagirdlər bildirdilər ki, səs yazısı yazılan 207 nömrəli məktəbin direktoru Yaqut Musayevli hazırda məktəbdədir. Lakin içəri daxil olmaq istədiyimiz zaman məktəbin işçiləri qapını üzümüzə bağladılar və arxadan qıfılladılar. Bu məqamda diqqətimi başqa bir şey cəlb elədi. Bura valideynlərə məktəbə giriş qadağandır deyə bir yazı qoyulub və nəyə görə valideynlərə məktəbə giriş qadağandır? Bunun sualını isə yəqin ki, məktəb direktoru Yaqut Musayevli özü bilir.